Türk uzun hava. Bugün iyul ayının 14'ü 2024-cü ildir. Ben buradan hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. İndi axşam tərəfidir. Çıxmışam mən belə bir öz kəndimizin başının üstündə zirvədir. Açadaş deyilən bir yerə. Mən buradan hər kəsi salamlayıram bir daha və demək istəyirəm ki, mən indi elə bir yerdəyəm ki, mənim durduğum yer kəndimizdən görkəndə böyük bir zirvə kimi görükür. İstər o tərəf qalanın başı, ora böyük bir qaladır. Təxminən mən ondan da biraz aşağı hissədə durmuşam. Hələ ora biraz yüksəkdir. İstər üzü belə yuxarı tərəfə telefon tutum çəkim, bax belə buradan düz üzü yuxarı tam zirvəyə qalxır. Yanığın başı deyirik. Həmin o zirvə ora sayılır. Ora çatmaq üçün gərək çox bir vaxt lazımdır. Mən buradan fürsətdən istifadə edib öz həkimlərimə, Ulduz xanıma deyərəm, başda olmaq şərti ilə, Zülfiyə xanıma öz səmimi salamlarımı göndərirəm. Və bizim bu kəndin yuxarı hissəsindən, bu zirvədən. Sonra həkimlərim çoxdur. Mənim müalicə aldığım Banisiyada istər harda, başqa yerlərdə müalicə aldığım həkimlər ki var. Amma böyük köməkləri dəqiqdir. Mən onların sayəsində bax indi ayaq üstəyəm. Bax belə bir yerə gəlib çıxa bilmişəm. Mən bir daha yenə Ulduz xanıma, Zülfiyə xanıma, ətrafındakı olan bütün həkimlərə öz salamımı buradan çatdırıram. Sonra yenə Türkanda sanatoriyanın baş həkimi Faiq doktora mən buradan salamımı göndərirəm. Onun orada həmkar dostları yadımdan çıxıb ad bazı tanıya bilmirəm. Yoldaşları var, onlara da mən səmimi salamımı göndərirəm. Faiq doktorun sayəsində də mən çox müalicə almışam. Müalicə almaq yox, üstəgəl biz yaxın dostuq. Allah sizə can sağlığı versin, doktor. Başınız daimi bax belə uca olsun. Sizin səsiniz həmişə yuxarıdan, zirvədən gəlsin. Yenə Mərdəkanda Samir doktora salamımı göndərirəm. Samir doktor da mənə çox kömək olur. Onun da sayəsində mən yenə müalicəmi davam elətdirmişəm. Samir doktordan da mən daimi yaxşılıq görmüşəm və onun da sayəsində yenə mən bəzi müalicələrimi eləmişəm. Ümumiyyətlə mənim müalicələrim çox keçib. 3 ilin içində mən müalicələr almışam. Xeyli bir vaxtda, 3 ilin ərzində çox müalicələr almışam. Tək öz tərəfimizdə Türkan, Qala, deyim, Mərdəkən yox. Üstəgəl mən 20 yanvar dediyimiz yerdə Mehdi doktora da mən öz salamımı göndərirəm. Allah sizə də can sağlığı versin, doktor. Ömrünüz uzun olsun. İlk yardımı siz mənə göstərmişsiniz. Çox sağ olun. Sizə də öz təşəkkürümü bildirirəm. Belə mən çox sanalyaram. Mənim həkimlərim, mənim sağlamlığım sayəsində həkimlərə mən təşəkkürümü bildirirəm. Sağ olun. Bəzi bir-iki doktoru çıxmaq şərti ilə. Allah sizə can sağlığı versin, ömrünüz uzun olsun. Mən bugün bax bu dediyimiz bu Haçadaşdan bura ziyarətçə sayırıq. Biz buranı kəndimizdən baxanda bura ziyarətçə. Biri bir qurban kəsəndə bax üzü bax bu Haçadaşa tutub bir qurbanımızı nəsə kəsmək lazım olanda bax bu Haçadaşa tərəfə kəsildi. İndi bax bu Haçadaşdan bu zirvədən sizə öz salamımı göndərirəm. Bir daha çox sağ olun. Təşəkkür edirəm sizlərə. Mən bir də onu demək istəyirəm ki, həkim deyib harda müalicə aldığıma baxmayaraq yenə bizim öz Qala Poliklinikası var. Qala Poliklinikada bizim baş həkimimiz Fərhad doktor var. Fərhad doktor özü əslən Şamaxlıdır, ancaq bizim üçün fərqi yoxdur. Şamaxlı olsun, Laçın oldu, da Kəlbəcərli oldu, hər hansı tərəfdən olur olsun.
fərq eləmir. Fərhad doktor kim gəlirsə Fərhad doktor yanına hamı üçün, hər kəs üçün eyni dərəcədə onlara qayğı göstərir, müalicə eləyir. Heç kim də narazı qalmır. Mən yenə də elə fürsətdən istifadə eləyib elə bax Fərhad doktora da buradan öz səmimi salamımı göndərirəm. Ancaq bu mən biraz yerimi dəyişmişəm indi. Biraz video başqadır. Bir də Fərhad doktorun ətrafında olan bütün həmkarına, həkimlərə, yanında olan, ətrafında olan bütün işçilərinə öz buradan səmimi salamımı göndərirəm. Siz də çox sağ olun doktor. Sizdən hamı razıdır. O cümlədən mən də sizdən həm razıyam, ancaq belə qaldısa həkim kimi yox, yenə də biz dostuq. Allah sizə can sağlığı versin. Həmişə belə ümid edə olasınız, başınız ucu olsun. Mən buradan bugün burada bax bura çıxmağımın əsas məqsədim bax buradan video çəkib siz həkimləri salamlamaq idi. Çox sağ olun doktor. Allah sizə bir daha ömür versin, başınız ucu olsun. Mən yenə bax həmin yerdən, həmin zirvədən çəkirəm, ancaq biraz da yuxarı qalxmışam. Bura çox hündür bir yerdir. Mən yenə başqa da bir şey vurğulayaram ki, ürəyi istəyən dost, tanış, kim ürəyi istəsə gəlib bax bu kənddə buraları ziyarət edə bilər, gəzə bilər. Burada bizdə yəni gəzmək üçün səfalı bulaqlarımız var. Həm səfalı bulaqlar, həm şəfalı bulaqlar. Tuş bulağımız, mineral sularımız var. Mən indi inşallah bax bu götürdüyüm buradan fikrindəyəm ki, sizlərə mən buradan öz bulağımızdan su çatdırırım. İnşallah mən bunu da eləyəcəm. Sizlərin hər bir həkimimə, hər bir dosta, tanışa, bildiyim, tanıdığım adamlara mən su gətirəcəm, sizə su verəcəm. Yəni buradan öz mineral sularımızdan. Hələlik bu qədər. İzlədiyiniz üçün çox sağ olun. Xəttə qalın, inşallah davamı gələcək. Bir daha təşəkkür edirəm hər kəsə.